Sənət və peşənin fərqini anlamaq üçün nələri bilməyimiz lazımdır? 18-ci əsrə qədər bütün yaradıcı sahələr sənət adı altında birləşdirilmişdi. Xarrat da sənətkar idi, Beethoven də. 18-ci əsrdə sənət iki yerə ayrıldı: incəsənət və peşə. Xarrat oldu usta, Beethoven oldu sənətkar. Sənətkar estetik ehtiyacları ödəməli idi, usta praktik ehtiyacları. Ustaya hamının ehtiyacı vardı. Çünki onun yaratdığı nəsnə hər evə, hər kəsə lazım idi. Estetik ehtiyac isə qıt ehtiyacdır. Heç bir estetik ehtiyac hiss etmədən də rahat yaşayan milyonlarla insan var yer üzündə. Hətta dünya mədəniyyətinin ucqarında qalmış ölkələrdə estetik ehtiyacdan nə qədər çox məhrumsansa, bir o qədər xoşbəxt yaşaya bilərsən. 18-ci əsrə qədər yaradıcı adamlar həm sənətkar, həm usta olmağa məcbur idilər. Məsələn, Da Vinci həm Mona Lisa'nı çəkirdi, həm qaldırıcı qurğu icad edirdi. Həm estetik idi, həm praktik. 250 ildir ki, estetik olanla praktik olan bir-birindən ayrılıb. Bugün peşə insanın seçdiyidir. Dəmirçi, kömürçü və s. Sənət isə insanı seçəndir. Şair, bəstəkar, rəssam. Yalnız orta əsr düşüncəsində ilişib qalmış insanlar sənəti peşə kimi anlayırlar və onu faydalılığına görə dəyərləndirirlər. Yaxud totalitar ideoloji sistemlər sənəti peşəyə çevirirlər, çevirmək istəyirlər daha doğrusu. Məsələn, keçmiş Sovet İttifaqında şairlik, yazıçılıq, bəstəkarlıq və sair sənət sahələri bir növ peşələşdirilmişdir. Çünki bəlli standartlar vardı və ideoloji öhdəlik götürmüş hər bir Sovet şairi, yazıcısı, bəstəkarı nəyi necə yazacağını, bəstələyəcəyini qabaqcadan bilirdi. Əsl sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur. Əsl sənətin gəlir gətirməməsinin səbəbi də budur. Onun ölçülərinin cəmiyyətin gözləntiləri ilə üst-üstə düşməməsi. Cəmiyyət, xalq ölçə bildiyinə dəyər verir. Çünki yalnız ölçə bildiyindən faydalana bilir. Bugün Amerika kütləvi mədəniyyətinin dünyanı zəbt etməsinin səbəbi də budur. Yaradılan əsərin kütlənin gözləntilərinə cavab verməsi. Bunun nə dərəcədə sənət olub-olmaması mübahisə mövzusudur. Ümumiyyətlə, əsl sənət və sənət adamları tarixin bütün dövrlərində cəmiyyətlə öz aralarında etik, estetik uçurumu doldurmağa çalışmayıblar. O uçurumu daha da dərinləşdiriblər.